Hörmətli icracı, bəzi insanlar müavinətlə pensiyanı səhv sayır. Yəni ki, ona görə demək istəyirəm ki, hörmətli icracı, yaşa görə pensiya aldığınız zaman, yəni işləyirsinizsə, həmin pensiya kəsə bilməz. Nəzərə alın. Amma yaşa görə müavinət alırsa, əmək stajı yoxdursa, o halda mütləq qaydada sizin əmək müqaviləniz dayandırmalıdır, işləməməlisiniz aldığınız zaman. Ona görə ki, müavinət kəsə bilər. Eyni zamanda ailə başçısının itirməyə və müavinət alırsınızsa, o da kəsə bilər. Amma ailə başçısının itirməyə görə pensiya alırsınızsa, o halda belə işləyirsinizsə, pensiya kəsə bilməz. Nəzərə alın, mütləq qaydada. Eyni zamanda əlilliyə görə pensiya alırsınızsa, o da kəsə bilməz. Hörmətli icracı. Ümumiyyətlə qeyd edim ki, əlilliyə görə pensiya və müavinətlər işlədiyiniz zaman alırsınızsa, kəsə bilməz. Nəzərə alın, hörmətli icracı. Mütləq qaydada. Buranın fərqi nədir? İndi qeyd edin, diqqətlə baxın. Hörmətli icracı. Ümumiyyətlə insanlara tövsiyə etmək istəyirəm ki, hörmətli icracı, müavinətlə pensiyanı səhv saymayın. Pensiya sizin işlədiyinizi görə verib, hər hansı pensiya kapitalı görə və ya əmək stajı olduğuna görə verib. Müavinətsə sizə, hörmətli icracı, işləmədiyinizə görə verir. Ya heç vaxt işləməlisiniz, ya da işləmişsinizsə əmək stajı və ya pensiya kapitalı azdır, hörmətli icracı. Bunu nəzərə alın, mütləq qaydada. Belə bir şey deyin sizə, hörmətli icracı. Nəzərə alın. Birinci qrup əlillər, belə deyək, 30 yaşına qədər 5 il minimum staj olmalıdır. 30 yaşdan yuxarısı hər yaşa görəsə əlavə 4 ay staj olmalıdır. Məsəl üçün 30 yaşda olur 5 il, 31 yaşda olur belə deyək 5 il 4 ay, 32-də olur 5 il 8 ay, 33-də olur 6 il əmək stajı və elə gedir. Bunu necə hesaba etmək olar, onu qeyd edim, hörmətli icracı. Yəni, pensiya çıxan birinci qrup əlillərdən nəzərə alın ki, hörmətli icracı, neçə yaşı varsa, həmin yaşda çıxın 15 yaş, yəni 15 il çıxırsınız, yerdə qalan, yəni neçə il varsa, onu vurursunuz 4 aya. Məsəl üçün deyəm, dediyim kimi, 50 yaşında tutaq ki, pensiya çıxırsa birinci qrup əlil, onda 15-i çıxanda 45. 4-ü də 45-i də vurursunuz 4-də. 4 dənə 45 180 ay. 180 ayımızda bizim neçə il təxminən? Həqiqətən də 15 il. 15 il staj olmalı ki, yəni birinci qrup əlil pensiya çıxa bilsin. Amma ikinci qrup əlillərlə, üçüncü qrup əlillərlə bu fərqlidir. Həmin o hesabını, hörmətli icracı. Həmin ki, əlavə pensiya kapitalı mütləq olmalıdır. Pensiya kapitalı olmadan çıxa bilməz. Amma burada bir incə məqam var. 2006-dan 2018-ə qədər işləyiblərsə, mütləq qaydada, yəni ki, 24 avtomatik staj adi vətəndaşlar hesablanır. Düzdür, ola bilsin ki, əlillər desin ki, yox, sizə aidiyyətsiz yoxdur, staj olmalıdır. Xeyr, elədir. Əlilliyi olan şəxsləri, yəni şamil olun. Siz onu məhkəmə qaydasını sübut edə bilərsiniz. Hörmətli icracı, nəzərə alın. Əsas məsələdən biri də budur, mütləq qaydada. Ki, həmin 24 il staj sizə şamil olunsun. Hörmətli icracı. Yaşa görə, əlilliyə görə pensiyanı, yəni səhv saymaq lazımdır, hörmətli icracı. Və məsəl üçün, əlilliyi olan şəxsi 18 yaşında pul alırsa, o hər bir pensiya alır. Elədir. İstər birinci qrup əlil olsun, istər ikinci qrup əlil olsun, istər üçüncü qrup əlil olsun, hörmətli icracı. Xeyr, 5 il əmək stajı olmadan, yəni pul alırsa, dövlətdən artıq bu müavinət hesab olunur. Və ya 25 il əmək stajı olmadan yaşlı şəxs dövlətdən pul alırsa, bu avtomatik müavinətdir. Və yaxud ailə başçısını itirmiş şəxs, ailə başçısının stajı olmadığı halda pul alırsa, o da müavinətdir. Eyni zamanda onu qeyd edin ki, ailə başçısının itirməyə görə müavinət necə birinci qrup əlillərdə hesablanır, hər yaşa görə, məsəl üçün 4 ay əmək stajı, eyni zamanda da ailə başçısını itirən şəxslərdə hesablanır. Tutaq ki, məsəl üçün ailə başçısının 30 yaşda itirmişsə, bunu 5 il
stajı varsa, avtomatik diye pensiya yaşı olan valideyni varsa və yaxud həyat yoldaşı varsa, birinci qrup evladı varsa və yaxud birinci qrup həyat yoldaşı varsa, mütləq qaydada onun pensiyasını ala bilər. Nəzərən, hörmətli izləyicilər, əsas məsələdən biri budur. Eyni qaydada necə birinci qrup pensiyası hesablanırsa, o da hesablanır. Hörmətli izləyicilər. Nəzərən, məsəl üçün 40 yaşında aya başını itirmişsinizsə, deməli ondan 15 yaş çıxırsınız, geridə qalır 25-i. 4-ü də vurursunuz 25-ə. O halda da gəlir çıxır 100 ay. 100 ayımız bizim nə qədər iyi? Deməli 60 ayımız iyi. 5-i 3-ümüz iyi 36 ay və ya 86 ay. 86'nın da üstünə gələndə deməli 12 iyi 98 ay. Deməli 9'u 2 ay. Təxminən belə bir staj olmalıdır ki, yəni 40 yaşında yəni pensiya hesablansın. Nəzərən, hörmətli izləyicilər. Sonunda bir daha xatırladıram ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla və əyani hüquq məsələsinin verilməsi 10 manatdır. Əgər zərərin yazılmasısa 50 manat. Hörmətli izləyicilər, kimin nə sualı varsa, zəhmət olmasa qeyd olun, telefonu mənim WhatsApp-dan səsini göndərsin ki, mən baxın cavab verə bilim. Bir də görürsünüz, başqa yerdə olan cavab verə bilmirəm. Hörmətli izləyicilər, ona görə. Əgər YouTube kanalına abunə olmadınızsa, o halda normal hüquq məsələsinin verilməsi 25 manatdır, hörmətli izləyicilər. Amma məncə daha yaxşı olar ki, yararlanarsınız, daha az ödəniş edəsiniz. YouTube kanalıma mütləq abunə olun və zəhmət olmasa şəklini çəkin, WhatsApp-a atın. Ondan sonra sualınızı verin. Hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın.